Sonra uşaqlar aldehidlər bölməsinin 60-cı testindən izahımızı davam edirik. Demək deyir 56 litr asetilinin hidratlaşmasından 80% çıxımda neçə qram sirkə aldehid alınıb? Demək 22,4 litrdən 1 mol asetilindən 1 mol sirkə aldehid alınır da. 1 mol sirkə aldehidimiz də 44 qramdır. Demək 22,4-dən 44 qram alınırsa, onda 56 litrdən də nə alınar? X alınar. O da eləyəcək neçə qram? O da eləyəcək 110 qram. 110 qram alınar nə? Sirkə aldehidi. Ancaq 110 qram o vaxt alınar ki, bizim çıxımımız olsun 100%. Ancaq bizim çıxımımız demək 80%. Demək 110 100% isə bəs 80% də nə qədər alınır? X alınır. O da bərabər eləyəcək. Demək 88 qram. Demək 88 qram nə alınır? Sirkə aldehidi alınır. Cavab olar Y variantı. 73-cü testə baxırıq. 96 qram metil spirtinin katalitik oksidləşməsindən alınan metanal 160 ml suda həll edilmişdir. Demək 96 qram metil spirtinin katalitik oksidləşməsi, metil spirtin emeri 32-dir uşaqlar. Yəni 32 qram metil spirtindən yenə reaksiya nəticəsində 1-in 1-ə nisbətində gedir. Yəni 1 mol metil spirtindən 1 mol alınır nə? Metanal. Yəni 32 qramından 30 qram metanal alınırsa, onda 96-dan neçə qram metanalına X, o da eləyəcək 90 qram metanal. Və bizə bu deyir ki, bu metanal 160 qram suda həll olanda həm orada aldehidin kütlə payını tapın. Demək, buradan da omega bərabərdir. Həll olan maddəmiz metanal o da neçə qramdır? 90 qramdır. Məhlulumuz isə nə olacaq? 90 qram metanalımız və 160 qram suyumuz vurulsun 100%. Demək, o da olacaq. Demək, vurulsun 100%. Demək, 90 bölünsün 250 vurulsun 100. O da ixtisar getsə burada qalar 5, burada qalar 2. O da eləyəcək 36%. Demək, olub 36%li məhlul. Sonra növbəti baxırıq. 80 litr texniki asetilinin su ilə reaksiyasından 132 qram etanol alınmışdı və texniki asetilində kənar qarışıqların həcm payını hesablayın. Əvvəlcə gəlin baxaq, görək ki, burada bizim nə qədər etanolumuz alınmışdı. Sonra kənar qarışıqların kütləsini hesablayaq. Burada da uşaqlar yenə asetilinin 1 molundan 1 mol nə alınır? Sirkə aldehid alınır. Yəni 22,4 litrdən alınır 44 qram. Onda 132 qram əgər alınıbsa, bu da eləyəcək X, o da neçəyə bərabər olacaq? Olacaq 4 dəfə çoxdur, 3 dəfə çoxdur da, olacaq 67,2 litr. Demək, bu 80 litrin içərisində 67,2 litri nə imiş? Asetilin imiş, qalanı isə kənar qarışığı imiş. Bizə deyir, kənar qarışığın həcm payını tapın. 80-dən də çıxsaq 67,2 litri, yəni asetilinin kütləsini çıxıb kənar qarışığın kütləsini tapsaq, o deyəcək 8. 9-dan da demək 80-dən çıxsaq 67,2-ni qalacaq 8, 2, 12,8 və biz də tapdıq ki, 12,8 qram kənar qarışıq olmuşdur. İndi görək 12,8 80 litrin neçə faizini təşkil edir? 12,8-i 80-ə bölüb 100-ə vururuq, 100%-ə. Demək, bu da eləyər 128-i də 8-ə bölsək, bir dəfə, orada da 16% eləyəcək. Cavabımız olacaq C variantı.